bayram günlərində də bir çox sahələrdə əslində gücləndirilmiş iş rejiminə keçid edirlər və insanlar təbii ki, səyahət edəcəklər və bu istiqamətdə də məlumatı nəzərinizə çatdıracaq. Bakubasın gücləndirilmiş iş rejimi barədə bizim əməkdaşımız Ələkbər bizimlə canlı bağlantıdadır. Ələkbər, sabahın xeyir olsun. Məlumatları biz səndən eşidək. Sabahın xeyir Ələkbər, biz səni eşidirik. Buyur. Hər vaxtınız xeyir olsun. Bütün Azərbaycan televiziyasını izləyən tamaşaçıları salamlayır. Gününüz xoş geçsin deyirəm. Qeyd etmək istərdim ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətindən Bakubasa məxsus olan marşrutlar gücləndirilmiş iş rejiminə keçəcək. Bu barədə bizə və tamaşaçılarımıza ətraflı məlumatı isə Bakubas MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva verəcək. Hər vaxtınız xeyir olsun. Əsmər xanım, sizə salamlayırıq. İstəyərdik bizə və tamaşaçılarımıza bu barədə son məlumatları çatdırardınız. Sabahınız xeyir olsun. Sizi və bütün tamaşaçıları salamlayıram. Bildirmək istəyirəm ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar paytaxtda nəqliyyatın fasiləsini təmin etmək məqsədi ilə Bakubas MMC-yə məxsus bütün avtobuslar gecə 01:30-dək fəaliyyət göstərəcək. Bayram günləri ilə əlaqədar şəhər mərkəzi istiqamətlərində, həmçinin dənizkənarı Milli Parkda keçirilən şənliklərə, atəşfəşanlıqla əlaqədar artan sərnişin tələbatı nəzərə alınaraq Bakubas tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Eyni zamanda qeyd etmək istəyirəm ki, Bakubas MMC-nin şəhərlər fəaliyyət göstərən reyslərin sayı da artırılıb. Bakubas MMC bayram günləri ilə əlaqədar gücləndirilmiş rejimdə fəaliyyət göstərəcəkdir. Ətraflı məlumat üçün təşəkkür edirik. Bəli, bizdən bu qədər. Buyurun, söz sizdədir. Bəli, ətraflı məlumata görə təşəkkür edirik.